Salam, hər vaxt xeyir olsun. Hörmətli abituriyentlər. 2023-cü ilin birinci qrupların ikinci cəhd blok imtahanının suallarına baxırıq, qəbul imtahanının suallarına. Hər birinizə uğurlar arzulayıram. Sualların izahına başlayaq. İlk sual vektorlar mövzusuna aiddir. Vahid vektor verilibdir. A vektoru vahid vektordusa, onların komponentlərinin kvadratlar cəmi 1-dir. Deməli, x-i 0 tapırıq. B vektorunun komponentləri isə %36, y kvadrat və 0. 1 elədiyi üçün y kvadrat %64, y 10-8-dir. C vektoru 0 ilə 0,8-in modulu isə kök adlı 0 üstəgəl 10-8-in kvadratı, yəni 10-8 olacaq. X, Z müstəvisinə nəzərən mənfi kök 3, mənfi kök 2, mənfi 1-in x, z-ə nəzərən simmetriki dedikdə x və z qalacaq, y əksinə dəyişəcək. Mənfi 3, kök 2 və mənfi 1. Cavab A variantı olur. Xaricdən toxunan iki çevrə onların toxunma nöqtəsindən keçməyən iki ortaq toxunan çəkilmişdir. Baxın, xaricdən toxunan iki çevrə. Kiçik çevrənin radiusunu 6 verib. Buradan ortaq toxunan çəkilsin. Deyir ki, kiçik çevrənin radiusu 6-dır. İki toxunan ikisi də çəkilmişdir. Burada şagirdlər əslində 3-dən ortaq toxunan var. Ortadan da biri keçir. Baxın, bura AB deyək, CD deyək. Biz bilməliyik ki, bu düsturları bilsək yaxşı olar. AB və CD ortaq toxunanlar üçün 2 dənə kök adlı kiçik yer vur, böyük yer düsturu doğrudur. İndi yazıb ki, toxunanların kəsişmə nöqtəsi tutaq ki, Y nöqtəsindən böyük çevrənin mərkəzinə qədər, məsələn, bura O1 deyək, bura O2 deyək. Böyük çevrənin mərkəzinə qədər AO1-i veribdir ki, 36-dır. Kiçik bu çevrənin radiusunun, böyük çevrənin radiusunun kiçik qiymətini tap. Şagirdlər, burada biz toxunanlara radiusu çəksək perpendikulyar olur. Ona görə bura R6 deyə bilərik. Bura da 6 düşəcək. Bu hissə cəmsi 36 idi deyə bura 24 çıx R qalır. Üçbucaq YO2C, üçbucaq YO1D ilə oxşardır. Onda mən neyniyərəm? Baxın, buradan bura qədər olan YO2 məsafəsi 30 çıx R-in 6-ya nisbəti, bunun cəmsi 36-nın R-ə nisbətidir. Buradan nə alırıq? R vurulsun 30 çıx R, 6 vur 36, 216'dır. Burada R'in 2 qiyməti alınır. 12 vur 18, 18 vur 12. Bizdən kiçik qiymətini istədiyi üçün cavab 12 olacaq. Dördüncü sualda bütün ədəd oxunda azalan fx azalandır. Artan jx. Jx artandırsa 1 böl jx azalan olacaq. Düzdür? Əslində indi burada jx-in 0 olmadığını da nəzərə almalıyıq biz. Deməli, belə çıxır ki, hx 2 azalan funksiyanın cəmidir. Onda hx funksiyası azalan. Hx azalandırsa ən böyük qiyməti x-in ən kiçik qiymətində doğru olacaq. Burada da x-in ən kiçik qiyməti A variantı mən səhv yazdım. 4-də 1 olur. H 4-də 1 olacaq. Kosinus 4 alfa üstəgəl kosinus 2 alfa hasil şəklində göstərin. Bu birbaşa düsturdur. 2 vur kosinus cəmin yarısı, kosinus fərqin yarısı. Yəni 6 kosinus 3 alfa vur kosinus alfa olacaq. Cavab B variantı. M çoxluğu 60-ı natural bölənlər çoxluğudur. Çoxluğun elementlər sayını tapmaq lazımdır. Natural bölənlərin say düsturuna əsasən qüvvətlərin bir artıqlarının hasillərini tapmalıyıq. Bu da 3 vur 2 vur 2, cavab 12 olacaq.
Limitə baxırıq. Şagirdlər, limit en sonsuzluğa yaxınlaşdıqda 7-nin üstə gəl 1 vurulsun sinus 1 bölü n. Maraqlı sualdır bu. Biz burada 1 bölü n'ə bir x desək, n sonsuzluğa yaxınlaşdıqda x sıfıra yaxınlaşacaq. Düzdürmü? O zaman n nəyə bərabər olur? 1 böl x-ə. Yazsaq əgər bunların əvəz etmələri yerinə limit x sıfıra yaxınlaşanda 1 bölü x üstə gəl 1 vur sinus x olacaq. Bu da bərabərdir limit x sıfıra yaxınlaşdıqda sinus x bölü x üstə gəl sinus x. Sinus x bölü x. X sıfıra yaxınlaşdıqda görkəmli limit 1'dir. X sıfıra yaxınlaşdıqda sinus sıfırın da qiyməti 0'dır. Ona görə doğru cavab 1 olacaq. 8-ci sualda 3 vurulsun. 3-cü dərəcədə mənfi 27-də 64. Üstəgə 4 vurulsun. 5-ci dərəcədən 2-də 1 üstü 5. Bu eləyir 3 vurulsun mənfi 4 bölü 3. Üstəgə 4 vur 2-də 1. Bunlar ixtisar gedir. Mənfi 4 üstə gəl 2. Cavab mənfi 2 D variantı olur. 9-cu sualda sinus 4x'i 2 sinus 2x kosinus 2x. Çıx kök 3 kosinus 2x bərabər 0 yazsın. Kosinus 2x ortaq götürdük. 2 sinus 2x çıx kök 3 0'dır. Buradan kosinus 2x 0 alıram. Kosinüsə 0 yazanda 2x pi k'dır deyə x'ə düşür pi k böl 2. Sinus 2x kök 3 böl 2 yazanda 2x olur mənfi 1 üstü k vur. Pi böl 3 üstə gəl pi k. Arxsinus kök 3 böl 2 pi böl 3'dür. 2'yə də böləndə mənfi 1 üstü k vur. Pi böl 6 üstə gəl pi k böl 2 olur. Cavab olacaq nə? Mən burada bir səhv elədim. Şagirdlər, üzürlü sayım. Kosinus 0'ı, kosinus 0'ı nə vaxt alırdı? Mən sinusun sıfırlarını saçdım. Kosinusun sıfırları pi böl 2 üstə gəl pi k'dır. 2'yə böldükdə pi böl 4 üstə gəl pi k böl 2 olacaq. Yəni doğru cavab B variantıdır. 10-cu sualda şagirdlər fikir versəniz loqaritma 14-dən 98 var. Loqaritma 14-dən 2 var. Mən bunun birinə x deyirəm, birinə y. Rahat olsun deyə. Alacam x kvadrat çıx 6xy çıx 7y kvadrat. Bölünsün x çıx 7y. Sürəti qruplarına ayırsaq, burada nə alınır? Sürəti qruplarına ayıranda x çıx 7y, x üstə gəl y alınır. Burada da x çıx 7y-lər ixtisar olunur. Qalır loqaritma 14-dən 98 üstə gəl 14-dən 2. Bu da bizə verir loqaritma 14-dən 196. Doğru cavab 2'dir. 11-ci suala baxırıq. Rombun diaqonallarının kəsişmə nöqtəsindən bu rombun diaqonallarının kəsişmə nöqtəsi simmetriya mərkəzidir. Bilirsiniz şagirdlər, perpendikulyardır. Kiçik diaqonal 36 kök 5'dir deyə 18 kök 5, 18 kök 5 bölünür. İndi sualda deyir ki, diaqonalların kəsişmə nöqtəsindən çəkilmiş perpendikulyar. Bax, bu perpendikulyar tərəfi 4'in 5'in nisbətində bölüb. Biz bu 90 dərəcə olduğu üçün 18 kök 5'in kvadratı bərabərdir. 4'in vurulsun 9'in yaza bilərik. Böyük diaqonalının uzunluğunu tapmalıyıq biz. 324 vurulsun 5 bərabərdir. 36 vur n kvadrat. 36 bundan ixtisar getsə n kvadrat 45'dir. Deməli n 3 kök 5'dir. O zaman böyük diaqonal üçün nə qaldı? Tərəfi bilirik, artıq məsələ həll olur. 9'dursa bura 27 kök 5, bura bir b desək, b kvadrat olacaq 27 kök 5 kvadrat çıx 18 kök 5'in kvadrat. Buradan nə alırıq? Deməli
9 kök 5'in kvadratını ortaq çıxarsaq, qalacaq 9 çıx 4. Yəni, b kvadrat bərabər olur 81 vur 5 vur 5. Deməli, b bərabər olacaq 9 vur 5, 45-ə. Onda bu da b olduğu üçün böyük diagonal 90-dır. B üçün biz bu düsturda yaza bilərdik ki, b kvadrat bərabərdir 5-in vur cəmsi. Yəni, katetin kvadratı proyeksiya ilə hipotenuzun hasilinə bərabərdir. Buradan da elə bil 45 vurulsun. 3 kök 5'in də kvadratı 45 eləyir. Bu daha tez cavabı verərdi bizə. 10-cu sualda 10x kvadrat üstəgəl xy çıx 3y kvadratı 19 verir. Biz buradan vurğularını ayırmaq üçün 5x, 2x yazırıq, 3y, 2y yazırıq. Ortada x, y eləməsi üçün 5x-i y-ə vuracam, 2x-i 3y-ə vuracam. 5xy, 6xy. Çarpaz hasilləri vurdum. Deməli, bunun vurğuları olur. Bizə müsbət lazımdır. Bu y mənfidir. 5x üstəgəl 3y, 2x çıx y. Hasili 19'dur. X, y natural ədədlərdir deyə 5x üstəgəl 3y 19, 2x çıx y 1 alır. 3'ə vursaq əgər bunu 6x, 11x bərabərdir 22, x 2 olacaq. X-ə 2 yazanda y-də 3 olur. Hasili 6 eləyəcək. 13-cü sualda A2 vurulsun A5 hasilinin ən böyük qiymətini istəyir. Mən A2-ni A4 çıx 2D, A5-i isə A4 üstəgəl D yazıram. Buradan nə alacam? A4'ü 3 veribdir deyə 3 çıx 2'dir. 3 üstəgəl D alacaq. Nə alırıq? Mənfi 2D kvadrat mənfi 2D kvadrat çıx 3D üstəgəl 9 aldıq. İndi biz bunun ən böyük qiymət aldığı düsturu istəyirik. Bax, burada şagirdlər bunun törəməsini sıfıra çevirsəz, mənfi 4D çıx 3 sıfırdır deyə D mənfi 4'də 3 taparıq. Ya da m bərabərdir mənfi b böl 2a. Həmin 3 ədlinin ən kiçik, ən böyük qiymət aldığı nöqtə düsturunu istifadə edirik. Belə. 14-cü suala baxaq. Bərabərsinin tam həllər cəmini tapın deyir. Kəsirin sürətinə mən baxıram şagirdlər. A əmsalı 1'dir, diskriminantı mənfidir. Ona görə sürət həmişə müsbətdir. X üstəgəl 3'ün kvadratını x vurulsun, x çıx 5'ə vurub 0'dan kiçik və ya bərabər yazıram. Ədəd oxun çəkdikdə mənfi 3, 0, 5 aldım. Kökləri cavaba daxil deyil, çünki məxrəzdədir. Mənfi 3'ün kvadratıdır. Sağ solunda işarə təkrarlanır. Müsbət, mənfi, müsbət, müsbət. Deməli, bizə mənfi olduğu hissələr lazımdır. Cavab 0-5 intervalındakı tam ədədlərdir. Onların da cəmi 10 eləyəcək. 15-ci sualda 121 çıx x kvadratı sıfıra çevirsək, x kvadrat 121'dir deyə 1 kökü mənfi 11, 1 kökü müsbət 11'dir. Müsbət 11 ödəmir. Cavab mənfi 11'i götürürük. Bir də 5 çıx x-ə 0 deyirik. İkinci kökü 5 tapır. Mənfi 11 və 5'in cəmi mənfi 6 olacaq. Düz xəttdən 3 cm məsafədə yerləşən nöqtədən uzunluqları 5 cm olan 2 mail çəkilmişdir. Bax, düz xətt verib 3 cm məsafədən 2 mail. Biri bura çəkilib 5, biri bura çəkilib 5. Proyeksiyaları olacaq 4 və 4. Oturacaqlar arasındakı məsafə 8'dir. Eyni sualı bizə versəydi müstəvi üzərində orada cavabı tapa bilməzdik. Çünki müstəvi üzərindəki baxın, məsafə 3'dürsə, maillər bir düz xətt üzərində olmaya da bilərdi. Məsələn, belə də çəkilə bilərdi. Onda gərək bu proyeksiyalar arasındakı bucağı və yaxud da maillər arasındakı bucağı bizə məlum verək. 17-ci sualda kompleks müstəviyə aid bir sualdır. Artıq dimin
blok proqramından bu kompleks müstəvi mövzusu, kompleks ədədlərin həndəsi təsviri ümumiyyətlə çıxarılıbdır. Amma mən yenə də izah eləyirəm. Deməli, kompleks müstəvidə y xəyali oxdur, x isə həqiqi oxdur. Z1-i 1 üstəgəl kök 3 verib, hər bir kompleks ədədin, şagirdlər, müstəvidə real və xəyali hissəsi verilmiş bir nöqtə qarşı qoyulur. Burada apsisi 1, ordinatı kök 3 olan nöqtə Z1-i əvəz edir. Z2-ni veribdir mənfi 5 üstəgəl 5i, Z2-ni əvəz edən nöqtə mənfi 5, 5-dir. Bura mənfi 5, tutaq ki, mənfi 5 buradadır. İndi bu A nöqtəsidir, o başlanğıcdır, bu da B nöqtəsidir. A, O, B-nin kiçik qiymətini tapın deyir. Bura 1 və kök 3-dürsə, bu 1, bu kök 3-dürsə, deməli bura 2 düşür, onda bura 30 dərəcə, deməli bu arqument 60 dərəcədir. 5, 5 olduğu üçün bura 45-dir. Bunun cəmsi 135 olmalıdır. Deməli bura nə qədər qalır? 135 çıx 60, AOB bucağı 75 dərəcə olur. Kiçik ölçü ona görə deyir ki, bunun digər hissəsi də var. 285 də ola bilərdi. 18-ci sualda diaqramda iki torbada olan kürəclər haqqında məlumat verilib. Deməli, birinci torbada 7 sarı, 8 qırmızı, ikinci torbada 11 sarı, 4 qırmızı kürə var. Sualı tərtib edən müəllim yəqin Qalatasaray fanatıdır. Ona görə rəngləri bu şəkildə seçib. Deyir ki, birinci torbadan 5 kürə götürdük. Deməli, buradan 5 kürə götürüb, bunun x-i sarı olsa, qalanları qırmızı olacaq. 5 çıx x qırmızıdır. Və bunları ikinci torbaya əlavə edib. Onda sarıların sayı burada olur 11 üstəgəl x, qırmızıların sayı 9 çıx x olur. Sarı və qırmızı. Burada indi nə istəyir bizdən? Deyir ki, hər iki torbadan bir kürə çıxartdı, sarı olması ehtimalları bərabərdir. İndi buradan x sarını çıxardıb kənara, onda sarıların sayı birinci torbada 7 çıx x əlverişli hallar. Mümkün hallar sayı 10 dənədir. İkinci torbada sarıların sayı 11 üstəgəl x, mümkün hallar sayı isə 20 dənədir. Buradan bunları ixtisar etsək, 14 çıx 2x, 11 üstəgəl x alırıq. Deməli 3x 3-dür deyə x 1 olur. Birinci torbada götürülmüş 5 kürəcikdən neçəsi qırmızı idi? Birin sarı tapdıq, deməli 4 dənə qırmızı götürülür. 19-cu suala baxırıq. İntegral mənfi pi böl 2-dən pi böl 2-yə. Kök altda 2-də 1 vur. 1 üstəgəl kosinus 2x. Şagirdlər, bax, trigonometriya düsturlarıdır. 2 kosinus kvadrat dx-dir. Bu mənfi pi böl 2-dən pi böl 2-yə modulda kosinus x dx olacaq. Şagirdlər, burada mənfi pi böl 2-dən pi böl 2-yə 4-cü rüb yerləşdiyi üçün kosinus müsbətdir, ona görə integralı özünə bərabərdir. Daha doğrusu modulu özünə bərabərdir, üzr istəyirəm, integralı özünə bərabər funksiya y üstü x. Burada kosinus x aldıq. Nəyin törəməsi kosinus x-dir? Sinus x. Mənfi pi böl 2-dən pi böl 2-yə qiymətləri yerinə yazsaq, burada sinus pi böl 2 çıx, sinus mənfi pi böl 2 alırıq. Bu da 1 çıx mənfi 1, doğru cavab 2 edəcək. 20-ci sualda x, y həlli üçün x müsbət, y müsbət olar. Tərəf-tərəfə toplasaq 2x-i tapırıq ki, 3-ə açıq 4-dür. X-i tapırıq ki, buradan x-i tapırıq ki, 3-ə açıq 4 böl 2-dir. Y bərabərdir 2 açıq 8 çıx x-dir. Yəni, buradan y-i tapırıq biz 4 açıq 16 çıx 3-a üstəgəl 4 böl 2. Bu da bizə verir açıq 12 böl 2.
İndi x müsbət, y müsbət olacaqsa, hər ikisinə müsbət yazsaq, 3a 4-dən böyükdür, a 12-dən böyükdür. Hər ikisini ödəyəcək ədəd a 3-də 4-dən böyük və 12-dən böyük 13 olacaq. 21-ci suala baxırıq. Verilmiş ifadənin ən kiçik qiymətinin tapılmasını istəyir. Şagirdlər, biz bilirik ki, modulda x üstəgəl y ayrı-ayrıqda modullar cəmindən böyük deyil. Bu, analitik həndəsədə üçbucaq bərabərsizliyi sayılır. Bu ifadə deməli 1-dən böyük deyil. Biz bunu mənfi 5-də 1-ə vursaq, mənfi x üstəgəl y böl 5 vur. Modul x üstəgəl modul y böyük və ya bərabər mənfi 5-də 1. Hər tərəfi 23 əlavə etsək, kiçik deyil 22.8-dir. Cavab olacaq B variantı. Yəni bərabərsizliklə həll elədik. 22-ci sualda verilmiş kubun CC1 və DB1 çarpaz düz xəttləri arasındakı məsafəni tapmamızı istəyir. Bir kub çəkək burada. Dili 4 kök 2'dir. CC1 ilə, baxın CC1 bu yan tillə, DB1. Bu prizmanın kubun diaqonalı arasındakı məsafə. Şagirdlər, çarpaz üst xəttlər arasındakı məsafəni tapmaq üçün onların birindən paralel müstəvi keçirilir. Baxın, bu müstəvini keçirdik. Buradan bu müstəviyə qədər məsafəni axtar. Həmin müstəvi oturacağın diaqonalının həmin məsafə oturacaq diaqonalının yarısıdır. Tərəf 4 kök 2-dirsə, oturacağın diaqonalı 8 olur. O da yarı-yarı bölünür, 4 olacaq cavab. N'in hansı qiymətində n faktorial 340-a, daha doğrusu 340-a tam bölünür. 340-ı biz sadə vuruklarına ayırsaq, 17 vur, 17 vur, 2 vur, 5 vur, n faktorialdır. 17-yə tam bölünməsi üçün n'in içərisində bir dənə ən azı 17 vuruq olmalıdır. O da 17-nin özüdür. 24-cü suala baxırıq. Bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkib. Dördbucaqlının daxilinə çevrə çəkəndə qarşı tərəflər cəmi bərabər olur. Bu ABCD-dir. Şagirdlər. AOB-nin sahəsini tapmamızı istəyir bizdə. Fikir versəniz əgər, biz buradan perpendikulyar çəksək bura R. Baxın, məsələyə bu cürdə yanaşa bilərik. ABCD-nin sahəsi qabarıq dördbucaqlının, qabarıq çoxbucaqlının ümumilikdə daxilinə çevrə çəkilibsə, sahəsi 2-də 1 P vur R-dir. Buradan 80 tapıram. Deməli, P vur R 160-dır. Perimetr A üstəgəl B üstəgəl 2C-dir. 160. İndi daxilinə çevrə çəkəndə A üstəgəl B-nin əvəzinə 2C yazsın. 2C üstəgəl 2C vur R 160 alıram. Buradan C vur R'i 40 tapıram. Biz AOB üçbucağının sahəsini istəyiriksə, bu bizə verəcək C vur R bölü 2, yəni 40 bölü 2, doğru cavab 20'dir. Cavab oldu 20. Maraqlı sual idi. 25-ci sualda 1 çıx 5 üstü 3x'i, şagirdlər, biz 1 çıx 5 üstü x vurulsun, vuruqlarını ayırsaq. 1 üstəgəl 5 üstü x üstəgəl 5 üstü 2x yazacaq. Aşağıda 5 üstü 2x üstəgəl 5 üstü x üstəgəl 1. Mənfi 624. Bunlar ixtisar getsə, 1 çıx 5 üstü x mənfi 624. Deməli 5 üstü x 625 5'in kubudur. Deməli x-i tapırıq ki 3'dür. 26-cı sualda fx funksiyasının qrafikinə x0-da çəkilmiş toxunanın bucaq əmsalını veribdir.
Absis və ordinat oxunu, daha doğrusu uşaqlar, mən bucaq əmsalını veribdi yox, sualın cavabını deyirəm artıq. F törəmi x-i tapmamızı istəyir. Biz buna kx üstəgəl b kimi baxsaq, törəmənin həmdəsi mənasına görə f törəmi x 0 k-ya bərabər. İndi mən burada k bucaq əmsalının da tangens alfa olduğunu bilirəmsə, bura alfa deyəndə burada alfa düşəcək. Deməli, tangens alfa qarşı katetin bitişiyə nisbətidir. Doğru cavab 2-də 1. Hə. Apofemi H olan tetraeder üçün uyğunluğu müəyyən edin. Şagirdlər, piramidanın apofemi yan üzün hündürlüyüdür. Burada düzgün tetraeder dediyi üçün yan üzü bərabər tərəfli üçbucaqdır. Bu apofem də burada H bizim üçün burada apofem A kök 3 böl 2. İndi məsələn birincidə 2 kök 3 veribdirsə tili 4 tapırıq. Tili 4 tapanda üzün sahəsi A kvadrat kök 3 böl 4, 4 kök 3 eləyir. Onda yan səthin sahəsi 3 dənə 4 kök 3-dür, 12 kök 3. Yəni 1-ə uyğundur A ilə D. İkincidə 4 kök 3 veribdirsə, deməli 2 dəfə böyükdür deyə A8 olacaq, C. A8 olanda yan səthin sahəsi də 4 dəfə artacaq, Y-dir. Deməli, üçüncüyə qalır B variantı. Eyni şəkildə deyəm, mən yazmam. 28-ci sualda qozun ümumi kütləsinin 20%, fındığın isə 10%-ni qabıq təşkil edir. 1 kiloqram 8 manat olan 30 kiloqram qoz aldı. 1 kiloqramı 9 manat olan, burada 8 manat verib deyə 240 verdi. 40 kiloqramını da 9 manatdan alıb deyə 360 manat da buna verdi. Qarışdırdıqda 600 manat, yəni 600 manat bu adam xərc çəkib. İndi 30 kiloqramın 20%-ni itirir. 30-un 20%-ni itirdi, qaldı 24 kiloqram. 40-ın isə 10%-ni itirdi. 36 kiloqram. Qaldı 60 kiloqram məhsul. İndi bu 20% gəlir əldə etmək istəyirsə, 600 manat xərcin üzərinə 600-ün də 20%-in gəlməlidir. Deməli, 720 manat 60 kiloqram üçün məhsul satışı təyin etməlidir. Satış qiyməti burada 1 kiloqrama neçə manat düşəcək? 720 böl 60 cavab 12 manat olacaq. Qarışığın 1 kiloqramını 12 manata satmalıdır. 29-cu sualda şəkildəki qab oxları eyni olan 2 dairəvi silindirdən ibarətdir. Qabın ümumi hündürlüyün 17 verib, AB-ni 10 verib deyə bu böyük silindirin radiusu 5-dir. AC2 verib deyə kiçik silindirin radiusu 3-dür. Kiçik silindirin ox kəsiyi kvadratdırsa, deməli bu hündürlüyü 6-dır. Onda böyük silindirin hündürlüyü 17 çıxaltı 11-dir. Qabın həcmini istəyir. Mən kiçik radiusu 3 vuracam 6-ya, pi vur 3 kvadrat vur 6. Üstə gəl, böyükdə isə pi vur 5 kvadratı 11-ə vuracam. 54 pi üstə gəl, deməli 25, 25-i 11-ə vuranda 275 pi. Buradan nə alacam? 329 pi qabın həcmi olur. 30-cu sualda ispat edin ki, üçbucağın xarici bucağın təm böləni, bu təm böləni oturacağı paraleldirsə, üçbucaqlar bərabər yanlıdır. Deməli, şagirdlər C-yi AB-yə paraleldirsə, bura bir M desək. Buradan alırıq ki, bucaq MCY, bucaq CAB ilə eynidir. Yəni, bura alfadırsa, bura alfadır. Təm bölən olduğu üçün bucaq YCB də alfadır. İndi bu paralellik var deyə çarpaz bucaqlara görə YCB ilə CBA bərabər olmalıdır. Deməli, burada alfadır. Aldıq ki, oturacağı bitişik bucaqlar bərabərdir. Deməli, yan tərəflər də bərabər olacaq. Beləliklə, bu qəbul imtahanında suallarını bitirdik. Növbəti blok imtahanlarının izahlarında sizlərlə görüşərik. Hər birinizə uğurlar arzulayıram. Məsuliyyətlə çalışmağa davam edin. Sağ olun.